Bismillahirrahmanirrahim. Allah'ın rahmet ve selamı üzerimize olsun inşallah. Ramazan ayının 20. günü, Cüm'ə günü, Novruz günü, Qədir gecələri günü, Şəhadət gecələri günü, məxsusən də Ramazan ayının günləri hamımız üçün mübarək olsun inşallah. Bugünkü gün çox əzəmətli bir gündür ki, saydığım günlər hamısı üst-üstə düşübdür. Allahümme accilli velikəl fərəc. Ağamız İmam Zaman Aleyhisselamın zuhurunu Allah Teala tezliklə eləsin inşallah. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bu günün ən gözəl dualarından biri çoxlu salavat çevirməklikdir. Hazreti Əmir el-Müminin Aleyhisselama sual etdilər. Hansı gün insan üçün bayramdır və gözəldir? Ağamız dedi ki, insanın günah etmədiyi gün o insan üçün ən gözəl və bayram günüdür ki, bu hədisə çox diqqət edək. Yəni günümüz ildə bir gün bayram olmasın. Günümüz hər gün bayram olsun. Günah etmədiyimiz günümüz bayram olsun. Bu gecə Qədir gecəsi qüsul etməklik, səhərə qədər oyaq qalmaqlıq, əhya saxlamaqlıq çox-çox təkid olunub. 2 rəkət namaz qılmaqlıq, Qədir gecəsinin namazını qılıram qurbətən ilallah niyyəti ilə. Birinci rəkətdə həmdir, 7 dənə İxlas surəsi, ikinci rəkətdə yenə həmdir, 7 dənə İxlas surəsi, sonra təşhüd, salam, namaz, tamam. Ondan sonra 70 dəfə ya 100 dəfə Əstəğfirullah Rabbi və ətubu iləyh, ya Əstəğfirullah və ətubu iləyh və 70-100 dəfə də Allahümmə lə'an qətələtəl əmirəl müminin, yəni Allahın lənəti olsun Əleyhisselamın qatilinə. Hər kəs bu namazı qılar və bu duanı edərsə, yerindən qalxmamış Allah Teala onun bütün günahlarını bağışlayar. Əlavə Novruz gününün 2 rəkət namazı, məsələn Novruz bayramına məxsus olan namazı qılıram qurbətən ilallah, elə sübh namazı kimin qıl və Allahdan məğfirət istə inşallah. Bu günün əlavə gözəl dualarından biri budur ki, insan bu duanı oxuya. Ya muqallibəl qulubi vəl əbsar, ya mudabbirəl leyli vəl nəhər, ya muhavviləl havli vəl əhval, havvil halına ilə əhsənil hal. Yaxşıdır ki, insan bu duanı hər gün üçün birini oxuya. Deyək, məsələn, 365 dənəsini oxuya. Amma indi onu da oxuya bilməsə, neçə dəfə də oxuya bilsə, oxusun ki, çox təkid olunur. Mənası budur ki, ey ürəkləri və görənləri təqdir edən, təqdir verən onlara, yəni ürəkləri və gözlərə gözəllik verən, təqdir onları dəyişən, ey gecəni və günüzü tədbir edən, gecə ilə günüzü bir-birinin arxasına salan, onlara nəzm verən, ey ili və halətləri döndərən, hər ili bir-birinin arxasıcaq çevirib gətirən və döndərən, bizim də halımızı çevir və bizim də gözəllərimizi, yəni gördüklərimizi, bildiklərimizi, qəlbimizdə olanları təqdir elə, gözəl eylə. Çox müqəddəs bir duadır ki, insan bunu yaxşıdır ki, oxusun. Bir şəxs gəldi İmam Sadıq Aleyhisselamın yanına. İmam Sadıq Aleyhisselamdan sual etdi. Mualla Xənəs oğlu. Dedi ki, ağacan, bu Novruz nədir? İmam deyir, buyurdu. Dedi ki, Novruz Allah yanında çox əzəmətli bir gündür. Allah Ələstu günündə bütün insanlardan əhd alıb. Bu birinci. İkinci, əvvəlin gündür ki, günəş o gündə tulu edib. Bütün inkişaf edənlərin üzərinə düşüb. 3. Həzrəti Nuh Aleyhisselamın kəmisi Cudi dağında qərar tapıb. 4. Həzrəti Cəbrail Aleyhisselam
Həzrət Rəsulullaha nazil oldu və be'isatın başlanmağını xəbər verdi. 5-ci, Peyğəmbər bu gündə əmr etdi sahabələrine ki, Həzrət Əli əleyhissalama biət etsinlər. Mən kuntu mevlahu fəhaz əliyyün mevlahu Qədir-Xum çölündə. 6. İmam Zaman əleyhissalamın zuhur edəcəyi gündür. 7. Heç bir gün Novruz deyil, məgərin ki, İmam Zaman əleyhissalamın zuhuru üçün dua edəsən. Və buyurdu ki, bu bayramı da ən çox sevən və saxlayan əcəmilərdir, ya da qeyri-ərəblərdir. Yəni, baxın qardaşlar, bu Novruz günü və Novruz ili Allah yanında çox əzəmətli bir gündür. Allahdan istəyək saydığımız bu gözəlliklərə görə, Novruza görə, Ramazana görə, Həzrət Əlinin şəhadət gecələrinə görə, qəşəng günlərə görə Allah Teala bizləri bağışlasın və bizləri aqibət bixeyr eləsin inşallah. Allahım cəmi şəhidlərimizin ruhunu şad eyləsin. Allahımız bizlərə izzət versin. Cəmi qazilərimizə şəfa inayət eləsin. Cəmi əskərlərimizi qorusun və bizlərə aqibət bixeyr eləsin. Bu müqəddəs günlərdə ölüb gedənlərimizin, məxsusən ata-ana, nənə babalarımızı, boynumuzda haqqı olanları bağışlasın. Allahümmə əccilli vəlikəl fərəc və ağamız İmam Zaman əleyhissalamın zuhurunu təəccil eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Allah Teala bütün gözəllikləri bizlərə və sizlərə nəsib etsin inşallah.